Hörmətli tamaşaçılar, əziz bacılarım və qardaşlarım, bu müqəddəs Ramazan bayramı günündə sizi salamlayıram, təbrik edirəm, arzularınızın, niyyətlərinizin yerinə yetməsini arzu edirəm. İcazə verirsəniz birinci kəlmə Azərbaycanın rus mənşəli və rus dilli əhalisinə müraciət etmək istərdim. Дорогие мои сограждане, я Иса Гамбар, председатель партии Мусават, на нынешнем предвыборной кампании представляю блок «Азадлык. Свобода». Наш блок разработал предвыборную платформу под названием «Государство для всех». Что это означает? Это означает, что мы считаем, что все граждане Азербайджана, независимо от своей национальной, религиозной, конфессиональной и социальной принадлежности, должны иметь равные возможности в этой стране. Все должны быть равны перед законом. Все граждане должны иметь равный доступ к богатствам, благам Азербайджана. И все должны иметь равные права на справедливость в этой стране. Мы предлагаем, мы решили, как только мы возьмем большинство в парламенте и будем иметь для этого возможность, повышать зарплату всех бюджетных работников как минимум до $400-500, поднять пенсию пенсионерам как минимум до $100. Мы считаем, что каждая семья Азербайджана должна иметь ежегодно от нефтяных доходов Азербайджана как минимум 1 000 000 манатов, так как это нефть, это газ. Эти природные богатства Азербайджана принадлежат не только семейству Илхам Алиева, эти богатства принадлежат каждой семье, каждому гражданину Азербайджана. Мы все это сделаем. И мы намерены иметь самые хорошие взаимоотношения с Россией. Я уверен, что вы убедитесь в этом в свое время. Я думаю, что вы будете так же, как и весь азербайджанский народ, как минимум большинство азербайджанского народа, за представителей, за кандидатов блока «Азадлык». И призываю вас в избирательных бюллетенях искать кандидатов, которые представляют наш блок, блок «Азадлык». В бюллетенях перед фамилией наших кандидатов будет вот такая эмблема «Азадлык», и вы сможете найти наших кандидатов и голосовать за нас. Hörmətli vətəndaşlarımız, əziz bacılarım və qardaşlarım, seçki kampaniyası yekunlaşmaq üzrədir. Biz hakimiyyətin çox xəsisliklə, həmişəki xəsisliklə bizi ayırdıq bu 4 dəqiqələr içində. Nə mümkünsə sizə deməyə çalışdıq, fikirlərimizi, duyğularımızı, təkliflərimizi sizə çatdırmağa çalışdıq. Azərbaycanımızı qarış-qarış gəzdik, əksər rayonlarda, kəndlərdə, qəsəbələrdə olduq, sizlərlə görüşdük. Bu görüşlərdə sizi dinlədik, öz fikirlərimizi sizə çatdırdıq və hazırda mən çox əminliklə deyə bilərəm və bunu çox mən xoşbəxtliklə deyirəm ki, bugün Azərbaycan xalqının əksəriyyəti Azadlıq bloku namizədlərinə səs verməyə hazırlaşır. Bugün Azərbaycan xalqının böyük əksəriyyəti Yeni Azərbaycan partiyasına yox deməyə hazırlaşır və Azərbaycanımızın problemlərinin həlli də məhz bundan keçir. Artıq siz bizim platformamız barədə, vəblərimiz barədə kifayət qədər məlumatlısınız. Mən bir daha yada salmaq istəyirəm ki, biz Azərbaycanın neft gəlirlərindən hər bir ailəyə ildə 1 000 000 manat pul ayırmaq fikrindəyik. Biz bütün büdcə təşkilatlarının çalışan insanların maaşını $400-500 qədər qaldırmaq, pensiyaları $100 qədər qaldırmaq, ümumiyyətlə Azərbaycan xalqının həyat səviyyəsini yüksəltmək üçün mümkün olan hər şeyi etmək fikrindəyik və inşallah bunu edəcəyik. Arxayın olun ki, biz vədlərimizi yerinə yetirəcəyik. Yaxın günlərdə biz nə etmək fikrindəyik, bunu bir daha nəzərinizə çatdırmaq istəyirəm. Çünki hakimiyyət müxtəlif dövlət çevirişləri barədə əfsanələr uydurur, yalanlar danışır. Görünür bu sahədə də İlham Əliyev atasının yolunu davam etdirir. 2-3 ildən bir dövlət çevirişi şousu düzəltməsələr, bu adamlar darıxırlar deyəsən. Və hakimiyyətin müxtəlif təxribatlarını da nəzərə alaraq biz birmənalı şəkildə öz mövqeyimizi sizə çatdırırıq. Biz noyabrın 6-sında yalnız və yalnız seçkilərə hazırlaşırıq. Sizləri də əmin-amanlıqla, arxayınlıqla, elliklə seçki məntəqələrinə gəlməyə, sakit bir şəraitdə Azadlıq blokunun namizədlərinə səs verməyə çağırırıq. Sonraki gün isə 7 noyabrda isə biz Azadlıq bloku olaraq seçkilərin nəticələrini araşdıracağıq, protokolları ümumiləşdirəcəyik, təhlil edəcəyik və bunun nəticəsində sonraki hərəkətlərimizin, addımlarımızın məntiqini, şüarlarını müəyyənləşdirəcəyik. Biz sizin səsləriniz uğrunda, sizin iradənizin gerçəkləşməsi uğrunda dinç yolla, qanun çərçivəsində ancaq əzmlə, prinsipial şəkildə mübarizə aparmaq fikrindəyik. Biz 7 noyabrda araşdırmalarımızı bitirdikdən sonra noyabrın 8-də saat 3-dən 6-ya qədər qələbə konsertləri ilə bağlı yürüyüş, miting keçirmək fikrindəyik. Biz bu ənənəvi marşrutu seçmişik ki, hakimiyyət zorakılıq üçün, təxribatlar üçün heç bir bəhanə tapa bilməsin. Həm ayın 8-də, həm ayın 9-da, həm də ayın 10-da eyni saatlarda, eyni marşrutla mitinglərimizi, yürüyüşlərimizi keçirəcəyik. Mən sizin hamınızı bu dinç, ədalətli mübarizəyə çağırıram. Hakimiyyət heç bir provokasiyasına uymadan seçkidə birgə iştirak edib azadlığa səs verməyə çağırıram. Tanrı Azərbaycanımızı.